Salam dostlar, bugün sizlə birlikdə Azərbaycan Brawl Stars haqqında danışacağıq. Yəni Azərbaycan Brawl Stars nə qədər insanlar keçdi, gəldi və hamısı da getdi. Azərbaycanın köhnə youtuberlərindən qalan sadəcə tək insanlar qaldı. Məsələn, Rain, Murain, Colette və mən. Bəli, məni ya tanıyın, ya tanımıyın. Amma onu bilin ki, mən də köhnə bir Azərbaycan Brawl Stars youtuberiyəm. Yəni indi isə Azərbaycan Brawl Stars'ı tək yaşadan insanlardan tək yükü götürən insan Fərəcdir. Fərəcdir yəni, bitdi. İndi isə Rain videolara qayıdıb, nəysə. Mən boş danışdım, mən videoya keçməyə yaxşı. Aha, birinci mənə gələrsə, yəni mən YouTube buraxma səbəbim çox mənasız şəkildə oldu. Əslində bunda YouTube'un şeyi var, yəni təqsir var, təqsir. Danışa bilmirəm mən sən təqsir. Ondan da yəni başa düşdünüz də. Işıqlar getdi, YouTube'a girdim, endirmə videolarıma baxırdım da. Endirilmiş videolara baxırdım. Özündən hesab getdi. Niyəsə getdi də yəni. Ondan sonra isə YouTube'a həvəsim öldü və YouTube'u buraxdım. Tək səbəb bu idi yəni. Amma indi isə yenə YouTube'a qayıtdım və yəni bundan sonra isə yenə videolar paylaşmağa davam edəcəm və bu qədər yəni. İkinci kanalımızsa Desperado. Desperado çox yaxşı kanal idi. O Azərbaycan Brawl Stars'ı ən yaxşı gətirən insanlardan biri idi. Amma heyf ki, o da Azərbaycan Brawl Stars youtuberliyini buraxdı. Və bu Azərbaycan Brawl Stars üçün çox pis oldu. Adamlar gedir, gəlir. Desperado'nda YouTube'u buraxmanın səbəbi isə daha çox dərslərinə yönəlməsidir yəni. Sadəcə o istəyirdi ki, yəni universitetə girsin və bitdi. Yəni inşallah bir gün yenə onunla qarşılaşarıq, videolar atar, canını açmağa başlayar. İnşallah. Yəni inşallah bir gün. Discord'da hər şey bitdi. Orada demişdi zaten. Artıq Discord'u silirəm. Bəlkə bir gün yenə qarşılaşarıq demişdi. İndi qoyaram bəlkə də bura şəklin. Nəysə, digər kanalımıza keçək. İndi isə digər kanalımız Kotletdir, Colletdir, nə bilim nədir. Ona abone olun yəni. O da istəyir yəni. Ona dostluq zaten yəni. Virtual dostluq. Ona deyə bilərəm. O da istəyir ki, Azərbaycan YouTuberı, Azərbaycan Brawl Stars daha çox yaxşı yerə gəlsin. Yəni hər bir insan istədiyi odur yəni. Azərbaycan Brawl Stars çox daha yaxşı yerə gəlsin və Azərbaycan inkişaf eləsin. Amma insanlar dəstək vermir və bu isə insanın ürəyini sıxır. Yəni normal bir şeydir. Yəni Collet'e də abone olsanız sevinərəm. Çünki o da video atmağa başlayıb. Bir dənə hələ atıb birisi gün yox. 2 gün öncə deyəsən atmışdı bir dənə video. Yəni inşallah o da yaxşı yerlərə gələr. Digər kanalımız Murain. Murain yəni Azərbaycan Brawl Stars youtuberi yarı ola bilərdi yəni. O shortslardan abone kazandı və haqqı yemək amma yenə də haqqı yemək. Onlarca saat
kompüter qabağındadır və bizimlə abunə qazanmaq üçün bizimlə danışa bilmirəm mən. Yəni Mürreynin haqqı yeməyə yəni. O da bir Azərbaycan YouTuberidir. O da bir Azərbaycan browser YouTuberidir. Yəni indi isə Natio bəylə Minecraft çəkir. Yəni onun ekibindədir. İnşallah o da istədiyi yerlərə satar. Bir gün Azərbaycan Brawl Stars yaxşı bir yerə gələr və Azərbaycan Minecraftda bir önəmli bir yerdə olmalıdır yəni. Nəysə, digər videomuza keçək. Video nədir? Mən beynim gedib yoxsa neçəlisən zanı? Saat indi 1 yaşdır. Mən axşam sənayim indi başlayır. Nəysə. Digər kanalımıza keçək. Digər kanalsa Rain. İndi də bəhs etdiyim kimi Rain çox yaxşı bir YouTuberidir. Brawl Stars turnuvarından deyə, yəni video atması, canlılar açması, yəni o Azərbaycan Brawl Stars'ın görə bildiyi ən yaxşı YouTuberlardan biridir. İndi də azı bir buraxmışdı. Yəni dediyinə görə Enes Batur sayəsində gəlib, yəni qayıtmışam o günə. Yəni Rain indi bir dəqiqə qayıdıb və inşallah canlı açmağa başlayar. Zaten canlıdır. Onda Rain də moderatör idi. Yəni nəysə, inşallah Rain də canlı açmağa başlayar. Yəni Brawl Stars Azərbaycanı yaxşı yerlərə gətirər, istədiyi yerlərə gələr. Amma indi isə bunları bəhs elədik. İndi açıqlamaya gərək və Fərəzə buradan bir sözüm var. İnşallah izləyərsən bunu Fərəz. İnşallah. Postu gördüyüm an var ya, çox sevindim ya. İçimdə bir şey yarandı. İndi isə Azərbaycan Brawl Stars'ın bütün yükü Fərəcdədir. Amma Fərəc də kreatordur, gözəl yəni. İnşallah Brawl Pass dağıdır da. Yəni dağıtdır da yəni. Fərəcin üstündədir. Yəni indi isə Fərəcin atdığı postu gördüm və Rain Fərəci nədir? Mən danışa bilmirəm. Fərəc Reyni görüb və çox yaxşı mutlu oldum yəni. Bunu görəndə içimdə bir işıq yandı. İşıq nə yandı? Mən şritoforam mən. Nəysə. Bunu deməyim odur ki, yəni Fərəc, bunu bil ki, səndən öncə də YouTuberlər vardı və olacaq. Mən dediyim kimi, Desperado Azərbaycan YouTuberindən gəlmiş keçmiş ən gördüyü yaxşı YouTuberlərdən biriydi. Ən yaxşı YouTuberlərdən biri Desperado'dur. O məni Desperado YouTube'a başlatdı. O mənim ilk YouTuberimdir. Azərbaycan Brawl Stars ilk nə aşıq danışa bilmirəm mən. Bəli. Nəysə, tək istədiyim odur ki, sizlər sadəcə video çəkmək üzrə. Azərbaycan Brawl Stars sadəcə Fərəzin boynunda qalmasın. Hamımızın borcudur. Azərbaycan Brawl Stars. Hamımızı inkişaf etdirməliyik dostum. Bunu anlaya bilirsənmi? Yəni, bu qədər. Bu video çəkməyimin mənası bu idi. Və digər videolarda görüşərik. İnşallah gedib indi bunu editlədikdən sonra gedib yenə bir video çəkəcəm. Brawl Talk haqqında. Nəysə. İnşallah bu videodan dediklərimdən dediklərini başa düşərsiniz. Sağ olun, salamat qalın.